Ona görə valideynin haqları böyükdür, valideynin haqları ödənilməzdir. Üzərimizə düşən onların qayğısını çəkməkdir. Onları sevmək, onlara qarşı rəhimli, mərhəmətli olmaq, hətta bu dünyadan köçsələr belə yenə haqları bitmir. Onlar üçün dua edəcəksən, qəbirlərini ziyarət edəcəksən, yeri gələndə əvəzinə sədəqə də verəcəksən, ömrə də həcc edəcəksən. Haqlarındandır. Heç vaxt haqları bitmir. Bir nəfər olur, İbn Ömərə deyir ki, İbn Ömər, anamı belimdə daşıyıb Kəbəni tavaf elədim. Haqqını vermiş oldum mu, indi çətin bilirsən, yük daşıyırsan sanki belində. 60-70 kiloqramlı çəkili bir insanı daşıyırsan belində və Kəbəni tavaf edirsən. Deyir, haqqını vermiş oldum mu, deyir, heç o sancı var, doğru sancları. Onlardan birinin belə haqqını vermədin. Yəni, heç vaxt verə bilməzsən. Nə danışsan? Sən nə elədin ki? O doğru sancılarından birinin belə haqqını verməmsən. Yəni, ananın haqqı heç vaxt verilə bilməz, ödənilə bilməz. Atanınki də nə vaxt ödənilir? Qul olub azad eləsən. Belə yenə ödəyə bilməzsən. İnsan nə zaman bunu bəzən dərk edir? Özü ata olanda, özü ana olanda. Öz övladlarına görə sən əsirsən, çalışırsan, qayğı göstərdirsən ki, subhanallah, mənim atam, anam da mənə qarşı belə idi. İnsan o zaman daha çox ata-ananın qədrini bilir. Ona görə ata-anaya qarşı mehriban olmaq lazımdır, onları sevmək lazımdır. Yəni, onlar bizim cənnətə gedən yolumuzdur. Kim onlara qarşı asi olarsa, onlara qarşı qəzəbli olarsa, qəddar olarsa, bilsin ki, Allahın qəzəbinə düçar olacaq. Allah elə bəndələrini heç vaxt əff eləməz.